Salam, hər vaxtınız xeyir olsun. Bugün 2014-cü il model suallarının izahına baxırıq. İnsanın qanına qlikagon hormonu ifraz edəndə təbii ki, nə baş verir? Qaraciyərdə depo halında saxlanmış glikogenin miqdarı azalır. Çünki qlikagon hormonu qlikozaya çevirərək onun qanda miqdarını artırmış olur. Yəni, qanında qlikozanın miqdarı artanda qaraciyərdə glikogenin miqdarı azalacaq. Yəni, cavabımız 1 və 4 B variantı olacaq. Birinci böyrək venası, ikinci aorta, üçüncü ağciyər kötüyü, dördüncü yuxarı boş vena, beşinci ağciyər venası, altıncı qaraciyər venası. Bu damarların aid olduqları qan dövranları hansı cavabda düzgün göstərilmişdir? Deməli, böyrək venası böyük, aorta böyük, ağciyər kötüyü kiçik qan dövranı, yuxarı boş vena böyük qan dövranı, ağciyər venası kiçik qan dövranı, qaraciyər venası isə böyük qan dövranına aiddir. Deməli, 3 və 5 kiçik qan dövranına, qalanları isə böyük qan dövranına aiddir. Canlıların ümumi məişəyə söykənən oxşarlığı və qohumluq əlaqələrinin, həmçinin ümumi quruluş xüsusiyyətlərinin mövcud olması imkan verir ki, onu belə deyək, canlı orqanizmlərin təsnifatını yaratmağa imkan vermiş olur. Ona görə də onların təbii sistemini yaratmağa imkan verir fikri doğrudur. Bu 6-cı sinif kitabında da yazılıbdır, hansı ki, canlı orqanizmlərin təsnifatı mövzusunda ki, müasir sistematikada canlıları mənşəyinə, quruluş xüsusiyyətlərinə, qohumluq əlaqələrinə əsasən götürülür və eyni qrupa daxil edilmiş olur. İnsanın sərbəst yuxarı ətraf sümüklərini çiyin qurşağından başlayaraq düzgün ardıcıllıqla düzün. Və baxırıq ki, çiyin qurşağından başlayaraq düzün deyirsə, başlayaq birinci yuxarı hissədən bazunu götürməyə, birinci bazu. Bazuya birləşir mil dirsək hissəsi 5. Sonra gəlir əl darağı arxası sümüyü 2, əl darağı sümüyü 3, barmaq falanqası 1. Yəni 4, 5, 2, 3, 1 cavabımız D variantıdır. Normal ontogenezləri zamanı 3 cür xromosom dəstinə malik olan hüceyrə əmələ gələn bitki şöbəsinin söhbət örtülü toxumlulardan gedir. Yarandığı dövr təbaşirdir. Təbaşir. Həmin bu dövrdə nə baş vermişdir? Təbii ki, məməlilərdə balalığın əmələ gəlməsi həmin bu dövrdə baş vermişdir. Verilən canlılardan hansılar allergenlərə malik deyil? Təbii ki, burada allergenlərə malik olacaq heyvanlardan malyariya törədicisi, dizenteriya növü, tripanosom bunlar aid olacaq. Amma bakteriyalar bir mənalı olaraq allergen cütlərinə malik olmayacaq. 2, 4, 6 cavab A variantıdır. 7-ci suala baxırıq. Translasiya. Bəli, 7-ci suala baxaq. Translasiya zamanı ayrılan suyun kütləsi 900 qramdır. Biz bilirik ki, suyun kütləsi 18 qrama bərabərdir. 18 qrama bölməklə biz buradan 50 mol suyun olduğunu tapırıq və söhbət 2 zəncirli zulaldan gedir. Baxın, 2 dənə zəncirdən ibarətdir zulal. Tutaq ki, bu da amin turşularıdır, aralarında peptid rabitələr vardır. Burada 2 zəncirli zulalın digər ikinci zənciridir. Biz bilirik ki, 2 zəncirli zulalın yaranması üçün hər bir zəncirdən bir amin turşusundan bir əskik su ayrılıbdır. Beləliklə, bir əskik su ayrılıbsa, biz 2 zəncirli zulalın neçə amin turşusundan ibarət olmasını tapmaq üçün üzərinə 2 gəlirik. 52 dənə amin turşusundan ibarət imiş demək ki, 2 zəncirli zulalın amin turşusu sayı. Əgər amin turşusunun birinin kütləsi 110-a bərabərdirsə, 52-ni 110-a vurduqda edəcək 5720, yəni cavabımız C variantıdır. 8-ci sualda qadında 3 eyni yumurta əkizi doğulsa, hamiləlik dövründə onun cinsiyyət orqanlarında neçə növ müvəqqəti daxili sekresiya vəzisi fəaliyyət göstərər? Biri sarı cisimdir müvəqqəti, biri də cifdir. Ona görə cavabımız Y variantı olacaq. Yaşıl bitki hüceyrəsində olan ribosomların strukturu neçə növ DNT əsasında formalaşır? Belə ki, yaşıl bitki hüceyrəsində xloroplastın özünün DNT-si olduğuna görə bizə nə deyir? Yaşıl bitki hüceyrəsində olan ribosomların strukturu neçə növ DNT əsasında formalaşır? Bilirik ki, yaşıl bitkilərdə xloroplastlarda, yəni ribosomun strukturları xloroplastda formalaşır, mitokondridə formalaşır. Bir də ayrıca olaraq nüvənin daxilində nüvəcikdə ribosomun hissəcikləri formalaşmış olur. Ona görə burada cavabımız 3 olacaq.
Ekosistemin aşağıdakı sxemdə X və Y yerinə verilənlərdən hansı yazıla bilər? Əgər yaşıl bitki günəş yaşıl bitki ilə çəyirtkə qidalanır, çəyirtkə ilə qurbağa qidalanır və bilirik ki, bütün yəni canlılardan ox X-a doğru çəkilibsə, bu redusent canlıdır. Redusent canlı hansı yolla qidalanır? Saprofit yolla qidalanır. Və yaşıl bitki nədən enerji alır? Təbii ki, günəş enerjisi almış olur. Ona görə də işi olacaq. Cavabımız A variantıdır. 11-ci sualda qadın X xromosomunda yerləşən əlamətini hansı övladına ötürə bilər? Təbii ki, həm oğlunu ötürər, həm də qızını ötürər. Çünki qızı XX olacaq, oğlu XY olacaq. Oğlu Y-ni atasından aldıqda X-ni anasından almış olacaq. Həm cinsi, həm də qeyri-cinsi hüceyrəsində qamçı ola bilər. Biz baxırıq ki, həm cinsi, həm də qeyri-cinsi hüceyrəsində qamçı ola bilən laminariya olacaq. Çünki laminariyanın qamçılı zoosporları əmələ gəlir, cücərir, dişi və erkək cücərtilərini yaradır və orada da spermatozoidlə yumurta hüceyrə yaranır ki, spermatozoid də qamçı vasitəsilə üzmüş olur. Yəni həm cinsi nəslində, həm də qeyri-cinsi hüceyrəsi olan zoosporunda qamçılara malik olmuş olur. 13-cü sual. Əgər toyuqda sidik hissəsi olsaydı ki, sidik hissəsi bilirik ki, toyuqlarda yoxdur. Uçmaqla əlaqədar olaraq ümumiyyətlə quşlarda sidik hissəsi yoxdur. Sidik hissəsi olsaydı onun kloakasına neçə axacaq açılardı? Kloakasına bilirik ki, 3 dənə bir həzm sistemi, ifrazat sistemi və çoxalma sisteminin axacaqları açılır və sidik hissəsi olsaydı sidik kanalı açılardı. Sidik kanalı həzm sistemindən bağırsaq açılardı. Bir sidik kanalı, bir bağırsaq, bir də ki, sol yumurtalıq qalıbdır, sağ yumurtalıq reduksiya uğrayıbdır. Ona görə də sol yumurtalığın axacağı açılardı. Cavabımız 3-ə bərabər olacaq. 14. Çəkiləri bərabər olan ət, kələm, yerkökü uzun müddət suda qaynadıldıqdan sonra birinci və ikincidə B, üçüncüdə isə A vitamini miqdarı bir-birinə bərabər olmuşdur. Qaynadılmazdan əvvəl vitaminlərin miqdarını müqayisə edin. Uzun müddət qaynadılma onu göstərir ki, ətdə 60%-ə qədər enerji itkisi baş vermişdir. 60%-ə qədər vitamin ətdə itirilmişdir, B vitamini. Kələmdə onsuz da 20% itirilmişdir və yerkökündə isə 50% itirilir. Yəni qaynadıldıqda A vitamini. Qaynadılmazdan əvvəl vitaminlərin miqdarını müqayisə edin. Əgər əti biz qaynadıb 60%-ni itirdikdən sonra, kələmi qaynadıb 20%-i B qrupu vitamini itdikdən sonra, yerkökündə 50% itirdikdən sonra onların miqdarları bərabərdirsə, demək ki, ən çox itirən ətdə daha çox vitamin var imiş, sonra yerkökündə daha çox imiş, ən axırda isə az miqdarda itirən ikincidə, yəni B qrupu vitamini belə deyək də miqdarca az imiş. Ona görə də 1, 3 və 2, 14-də cavabımız A olacaq. Yarpaqların hər üç növ damarlanmasında zambaqlar fəsləsi nümayəndələrində təsadüf olunur. Hansı ki, həm torvariyə, həm paralel, həm də ki, qövsvari damarlanmalara təsadüf edilir. Əmək bölgüsü ilə eyni zamanda yaranıbdır. Əmək bölgüsü neandertallarda yaranmışdır. Neandertallarda da bir qrupu nitqə malik olmasa da digər qrupunun nitqə malik idi və bu da onu göstərirdi ki, onların bəzi növlərində zəif inkişaf etmiş çənaltı çıxıntı var idi. Normal ontogenezi zamanı insan asqaridi hansı inkişaf mərhələlərində sahibin diafraqmasından keçmir? 1. Yetkin fərd mərhələsində, bir də təzə qoyulmuş yumurta mərhələsində. Çünki təzə qoyulmuş yumurta mərhələsində belə deyək, normal ontogenezdən söhbət gedirsə, təzə qoyulmuş yumurtadan, yəni normal ontogenezdə insan asqaridi hansı inkişaf mərhələsində sahibin diafraqmasından keçmir? Təzə qoyulmuş yumurta artıq yenicə qoyulubsa, əlbəttə ki, nazik bağırsaqdan qoyulub, nəcislə kənarlaşdırılıb, buna görə olmaz. 1 və 4 olacaq cavabımız Y variantı. Qan dövranlarının sayı embrional dövrdə artan heyvanları göstərin. Balıqlarda bir qan dövranı, yəni ömrünün sonuna qədər bir qan dövranı olur balıqlarda və göl qurbağasında bilirik ki, çömçə quyruq mərhələsində bir qan dövranı olur, postembrional inkişafda onun sayı artmış olur.
Bizdən embrional elə dövrdə artanları istəyirsə, biz buradan qurbağadan sonra nə görsək, yəni sürünəndir, quşlu məməlidir, onları götürəcəyik. Çünki onlarda embrional dövrdə bir qan dövranı olur, sonradan 2 qan dövranına çevrilmiş olur. Cavabımız 1 və 3 D variantıdır. Arealın müəyyən bir hissəsində 10 kələm, 20 söyüd bitkisi vardır. Bütün bitkilərdə normal meyoz prosesi getmişdir. Söyüd bitkilərindən yalnız birində torcuq dənələrinin əmələ gəldiyini nəzərə alaraq, deməli biz bilirik ki, kələm 2 cinslidir, 2 cinsli. Özü də ki, 1 evlidir. Amma söyüd 2 evli, 1 cinslidir. Əgər onun bircə dənəsində torcuq dənələri inkişaf edibsə, deməli söyüdün 19 dənəsi dişi bitkidir. Bu bitkilərdən maksimum neçəsində 3 növ generativ orqan əmələ gələr, yəni çiçək, meyvə və toxum əmələ gələ bilər. Təbii ki, 19 dənə söyüddə pelosdakı 2 cinsli olan 10 dənə kələmdə cəmi 29 dənəsində hər 3 növ generativ orqan əmələ gələr. Xana balığının bütün üzgəclərinin cəmi nəyin sayına bərabərdir? Xana balığının bütün üzgəclərinin sayı 8-ə bərabərdir. Bu da bilirik ki, qurbağanın ön ətrafının barmaqlarının sayı 8-ə bərabərdir. O zaman cavabımız D variantı olacaq, göl qurbağasının ön ətrafındakı barmaqların cəminə. Məsəl üçün A variantına baxsaq, kərtənkələrin arxa ətraflarındakı barmaqlarının sayı 10-dur. Göl qurbağasının ön ətraf qurşağındakı sümüklərin cəmi 7-dir. Kərtənkələdə göz qapaqlarının cəmi 6-dır. Göl qurbağasının ontogenezi zamanı onda əmələ gələn tənəffüs orqanlarının cəmi isə həm tənəffüs orqanları belə deyək də, həm gəlsəməsi var idi, həm ağciyəri var idi. Amma dəri tənəffüsü, tənəffüs orqanı olmadığına görə saymırıq. 2 dənə götürürük ki, o da verilmiş cavaba uyğun deyil. Cavabımız D variantıdır. 21. Təkamül prosesində ilk dəfə rənglənmiş bədənə malik olmuş canlı aləmin nümayəndələri haqqında nə söyləmək olar? Söhbət bakteriyalardan gedir. Bütün növləri arxa yarasında əmələ gəlibdir. Bu fikir yanlışdır. Bəli, doğrudur. İlk növləri arxa yarasında əmələ gəlibdir. Amma ondan sonraki dövrlərdə proterozoy, paleozoy, yəni eralar gəlir ki, həmin eralarda bakteriyalar dəyişimə uğramış, yeni növlər əmələ gəlmişdir. Polipeptid zəncirləri 2 hüceyrə strukturunda sintez olunur. Biz bilirik ki, bakteriyalarda polipeptid zənciri yalnız ribosomlarda sintez olunur və sitoplazmada sintez prosesi sitoplazmada getmiş olur. Həm transkripsiyası, həm də translyasiya prosesi. 3-cü, nukleotid növlərinin sayı azotlu əsas növlərin sayından 3 ədəd çoxdur. Bəli, həm bakteriyalarda DNT, həm də RNT-yə rast gəlindiyinə görə, həm DNT-ləri var, həm də RNT-yə rast gəlindiyinə görə 8 dənə nukleotidləri var və azotlu əsas növlərinin sayı isə 5-nə də rast gəlinir. Yəni adenin, timin, sitozin, guanin, urasil. Və deməli fərqi 3-ə bərabərdir. Bu fikir doğrudur. Meyoz prosesinə təsadüf əlbəttə ki, olunmayacaq. Nə mitoz, nə meyoza, çünki onların nüvəsi yoxdur. Bizdən də haqqında nə söyləmək olar deyirsə, cavabımız C variantıdır. Sonra 22. Sadə çiçək yanlığı olan çiçəkdə qeyri-əsas hissələrinin maksimum sayı neçədir? Sadə çiçək yanlığı varsa, təbii ki, bunun nə kasa yarpağı, nə ləçəyi yoxdur. Ləçəyin yerinə isə yarpaqçıqları var. Və maksimum say istədiyinə görə çiçək saplağını, çiçək yatağını və yarpaqçıqları da götürərək, bu zaman cavabımız D variantı olar. Yəni, qeyri-əsas hissə o deməkdir ki, çiçəyin əsas hissələri dişicik və erkəkcikdir bu baxımdan. 23. Nə üçün tetraploid bitkilərdə növlər arası hibridlərin dölsüzlüyünün aradan qaldırılması üçün Karpachenko üsuluna ehtiyac olmur? Ona görə ki, ehtiyac olmur, tetraploid bitkilərin qametləri onsuz da diploid olur. Xərçəngimlərin qabıq dəyişməsinin səbəbi və nəticəsi nədən ibarətdir? Biz bilirik ki, xərçəngimlərin qabığı xarici skeleti çox möhkəmdir və onun xarici skeletini təşkil etmiş olur, ətraf mühitdən müdafiə etmiş olur və xərçəng də müəyyən müddət böyüdüyünə görə ona xitin imkan vermir. Buna görə də o köhnə xitin örtüyünü dəyişməlidir ki, hər dəfə böyüsün. Əsas səbəb ondan ibarətdir ki, köhnə xitin örtüyü pis dartılır, amma yenicə əmələ gəlmiş xitinə isə böyüməyə imkan verir. Ona görə də cavabımız A olar. Təbii pərdəsinin hər iki tərəfində təzyiqin bərabər olmasını təmin edən struktur nə adlanır? Bu eşitmə borusu adlanır ki, eşitmə borusu təbii pərdəsinin daxili tərəfdən təzyiqin xarici tərəfdən bərabərləşməsini təmin etmiş